29-cu suala baxırıq. Deyir, hansı cümlədə səhv yazılmış söz var? Universitet tələbələri uğur qazandılar. Burada universitet düz yazılıb, tələbələri uğur qazandılar. Səhv yazılmış sözü yoxdur. Adətən uşaqlar universitet sözünün yazılışını bilmirlər. Ancaq burada doğru yazılmışdı. Çox asan bir testdir. A getdi. Əfv etmək, unutmaq yaxşı insanların intiqamıdır. Burada da bütün sözlər düz yazılıb. Burada da xüsusilə əfv sözünün yazılışın şagirdlər unudurlar. Ancaq düz formada yazılıb, bu şəkildə yazılır. İstər universitet sözü, istər əfv sözü. Əgər bilmirsinizsə də yadınızda saxlayın. Vətənimizin sərvətləri boldur. Burada da orfoqrafik qayda gözlənilmədədir. Kin kidurət deyil, küdurət olacaq. Doğru cavab D variantıdır. Kompüteri ehtiyatla istifadə et. Bəli, yadınızda saxlayın. Kompüter sözü də bu şəkildə yazılır. Y variantı da getdi. Doğru cavab olacaq 29-da D variantı.